Salam dəyərli tələbələrim, hər vaxtınız xeyirli olsun. Mən Kənan Şərifli, Microsoft Tədris Mərkəzinin həm məntiq, həm informatika müəllimi. Bugün sizinlə birlikdə Windows 11 əməliyyat sisteminin ikinci video izahını izah edəcəyik. Görək bugün nələr öyrənəcəksiniz, bugün hansı biliklərə sahib olacaqsınız. Birlikdə başlayırıq öyrənməyə. Yenə dəftərlərinizi götürürsünüz, qələmlərinizi hazır edirsiniz, başlayırsınız qeydlərinizi aparmağa. Yəni bu nəhəng proqramı birlikdə öyrənək. Əvvəlki video dərsimizdə də qeyd etdiyim kimi, bunu imtahan üçün yox, özünüz üçün edirsiniz. Əvvəlki illərdə olan tələbələrimizdən də bunu işləyə bilərsiniz. Yəni siz işə girərkən, işləyərkən, öz işlərinizi kompüterlə aşırarkən, yəni sizə belə deyim, mənim bu ötürdüyüm biliklər çox-çox faydalı olacaq. Yəni düşünməyin ki, imtahana lazımdır bu. Xeyr, sizin özünüzə lazımdır. O formada yanaşsaz, mükəmməl şəkildə öyrənəcəksiniz. İmtahana nə sual düşür, düşsün, hamısını çox rahatlıqla cavablayacaqsınız. Belə, başlayaq. Bir də başlamamışdan qabaq bunu qeyd edeyim. Bizim təkrar üçün sınaq qruplarımız açılır. Yəni hələ də ay sonuna qədər endirimlərdən yararlanmaq istəyirsinizsə, kurs nömrələrimizə qeyd eləyin. Yəni yazın, onlar sizə məlumat versin. Yəni indiyənə qədər öyrəndiyiniz bilikləri bizimlə birlikdə, yəni daha da təkmilləşdirə bilərsiniz. Kurs nömrələrini rəy bölməsində pinləyəcəm, yəni oradan baxarsınız. Həm kitabın PDF-ni əldə etmək üçün, həm də ki, bu sınaq qrupları haqqında məlumat əldə etmək üçün həmən nömrələrimizə yazarsınız. İrəliləyən hissələrdə yenə də bu barədə danışarıq. Qısacası, həm videonu bəyənməyi, rəy yazmağı, paylaşmağı unutmursunuz, həm də videomuzu mükəmməl şəkildə başlayırsınız izləməyə, öyrənməyə. Çalışacağım hər bir əmr haqqında sürətli şəkildə sizə bilgi ötürüm. Biz keçən dərsimizdə ekran elementləri haqqında danışmışdıq, ekran haqqında danışmışdıq, start menü haqqında qəşəng danışmışdıq, taskbar haqqında danışmışdıq. Bura bilirik bizim taskbarımız, yəni tapşırıqlar panelimizdir. İndi isə danışacağıq sizlə taskbarın setting hissəsi. Bu hissədə qalmışdıq, saxlamışdıq videomuzu. Həm uzun olmağını istəmirdik. Çalışacağam, yəni qısa-qısa olsun videolar ki, siz də yəni sıxmadan, bezmədən, yəni rahat şəkildə videoları izləyə biləsiniz. Açıq taskbar setting hissəsini. Qarşımıza belə bir pəncərə çıxır. Gəlin pəncərənin bir-bir başlayaq elementlərini öyrənməyə. Birinci taskbar elementləri haqqında danışacaqsınız. Altında əmrlərimiz var. Birinci əmrimiz search, yəni axtarışla bağlı əmrimizdir. Biz bu əmr haqqında da keçən səfər sizə bilgi ötürmüşdük. Yəni bura ilə bağlı bir əmrdir. Qısacası deyir, oradakı ikonumuz necə görsənsin, onu buradan seçə bilirsiniz. Öz zövqünüz necədirsə onu uyğunlaşdıra bilərsiniz. Məsəl üçün gizlət desək ümumən orada heç nə görsənmir. Yalnız nə görsənsin, ikonu görsənsin, yəni şəkili bu formada olacaq. Həm ikon, həm adı görsənsin, yəni search adı burada çıxır artıq. Həm də deyir ki, qutu kimi görsənsin, bu daha yaxşıdır. Əgər yəni burada daha geniş yeriniz varsa, yəni bu əmrdən də istifadə edə bilərsiniz. Basırıq, məsələn burada bizim axtardığımız elementlər falan görsənir. WinS düyməsi vasitəsilə də oranı birbaşa aça bilirdik. Yadımızdadır da yəqin ki, bizim qeyd elədiyimiz bir hissə var idi. Görək hardadır o? Bu da sənəddən gedir söhbət. Burada bütün hər bir şeyi qeyd edirdik. WinS-də buraxda bir yerdə olmalıdır. Buradadır search hissəsi. Düzdür? Yenə də təbii ki, bu qeydlərimizi aparacağıq. Əgər bir də birinci videonu izləməmisinizsə, çalışın birinci video izahımıza baxın, sonra da buna. Və yaxud da bir-birindən əlaqəsizdir. Buna da baxıb sonra da keçib ona baxa bilərsiniz. Yoxsa buradan çıxdınız, getdiniz, ona baxacaq adı ilə başqa-başqa işlər görəcəksiniz, oyun oynayacaqsınız, ya TikTokda işlənəcəksiniz, unudacaqsınız dərsi. Elə ən yaxşısı bunu izləyin, sonra gedin birinci videonu izləyin. Yəni qaçırmayın heç birini. Başladıq taskbar settings haqqında danışmağa. Qısacası bu qutu haqqında danışdıq. Task view bizim buradakı xəyali pəncərələrimiz və yaxud da virtual desktop deyirdik buna. Yəni ikinci ekran, üçüncü ekranı buradan aça bilirdik. Bu barədə geniş şəkildə danışmışdıq. Hətta sizi ən sonlara yaxın hamısından sorğu-sual da edərəm. Belə, həmən hissə sadəcə burada görsənməsin və yaxud da görsənsin. Bundan gedir söhbət. Bit keçişləri nə idi? WinV düyməsi vasitəsilə aktivləşirdi. Yəni buradakı bizim bu bizə bildirilən xəbərlər, bildirişlər, yəni hava durumu falan filan bu tip şeylərin hamısını buradan görmək olur. 9 dərəcə Bakı. Düzdür? Belə. İstəsə onu da oradan bağlaya bilərik. Əgər bizi narahat eləməyini istəmiriksə, buradan bağla getsin. Çox rahat. Sonra sistem tray hansısı adlandı bizdə? Deyir bildiriş sahəsinin ikonları, yəni bu hissədən gedir söhbət. Bura bizdə bilirsiniz də iki hissədən ibarət idi. Bir Windows N düyməsi ilə açılırdı bildirişlərimiz, yəni bizə bəzi bildirişlər ötürürdü. Bir də cəld stil hissəsi var idi, Win A düyməsi ilə açılırdı. Bu hissədən gedir söhbət. Buradan parlaqlığı artırıb azalda bilirdik, səsi artırıb azalda bilirdik və s. Müəyyən əməliyyatları buradan aparmaq olurdu. İndi həmən hissə ilə bağlı deyir emoji deyə bir əmrimiz var. O orada görsənsinmi? Məsəl üçün bu əmrdən gedir söhbət. Yazı yazarkən emojilərdən istifadə etmək. Deyirəm görsənməsin, yer tutmasın, bağladım, getdi.
Daha sonra pen menu deyə bir əmrimiz var. Bu stylus qələmlər haqqındadır. Yəni elə cihazlarımız var ki, yəni elə belə deyək, kompüterlərimiz var ki, onlar qələmləri dəstəkləyir. Yəni avtomatik olaraq kompüterimizə qələm qoşulan kimi aşağıda yəni taskbar hissəsində qələmlə bağlı bir menyu açılır. Oradan rahat şəkildə qələmdən istifadə edə bilirsiniz. Hal-hazırda bu əmr üçün, yəni on da eləsək, off da eləsək bizim üçün hər hansı bir şey dəyişəsi deyil. Sonra bu da toxmatik klaviaturadır. Bu da daha çox planşet tipli notebooklarda istifadə olunan bir əmrdir. Hal-hazırda demişik göstərsin. Belə bir klaviaturaça bizim üçün. Hal-hazırda öz klaviaturamız var. Heç bundan ehtiyac yoxdur ki, istifadə eləyək. Məsəl üçün kursumuzda bir monitorumuz var ki, onun klaviaturası yoxdur. Biz rahat şəkildə bu əmrdən istifadə edərək yazılarımızı falan yaza bilirik. Belə. Bu da ki, deyir nə zaman ki, yəni klaviatura olmayacaq, yəni fiziki klaviaturamız olmayacaq, onu da aktivləşəcək bu əmr. Hal-hazırda var deyə hər hansı bir şeydən söhbət getmir. Göstərmə dediyi ümumən göstərmədi və yaxud da həmişə göstər, həmişə burada görsənəcək. Bura belə. Keçdik növbəti hissəmiz. Bura baxdıq, daha çox yəni bu hissə ilə bağlı olan ikonlardır. Orada nələrin göstərilib gizlədilməsini buradan seçə bilərsiniz. Məsəl üçün bəzi əmrlərimiz orada görsənsin. Mənim istifadə etdiyim proqramlardır. Bu əl çəkmir, yapışıb. Bunu nə qədər eləsəm silə bilmirəm. Yəni daha çox məşğul olmaq lazımdır ki, onu kompüterdən silək. Kompüterimizin təhlükəsizliyi ilə bağlı bir əmrdir. Nə iləsə yüklənib kompüterə, yəni əl çəkmir, yapışıb zəlli kimi. Daha sonra keçdik növbəti əmrimizə. Burada da yenə taskbarla bağlı bəzi əmrlərimizi görəcəksiniz. Deyir taskbarın yerləşmə yeri mərkəz. Əvvəlki versiyada bilirdik ki, yəqin ki bilirsiniz, istifadə etmisiniz artıq. Əvvəlki versiyalarımızda bizim taskbarımız həm yuxarı, həm sağ, həm sol, həm aşağı, yəni 4 dənə bir yerdə olurdu. İndi sadəcə yenə aşağıda qalacaq həmişə. Amma sol tərəfə, yəni standart olaraq əvvəlki versiyalardakı görüntünü almaq üçün bu sol tərəfə sıxmaq olur start menü hissəsini. Elə bir tutub sürüşdürürsünüz biraz sola. Və yaxud da ki, mərkəzə elə Windows 11-ə özəl olan mərkəzdə qalması. Bu daha yaxşı görsənir. İndi vərdişdən asılı olaraq siz necə istəsəz istifadə edə bilərsiniz. Keçdik növbəti əmrimizə. Növbəti əmrimiz nə ifadə edir bizim üçün? Gəlin baxaq bu əmrimizə. Bu elə bilin ki, yenə deyirəm, notebooklarımızın bəziləri var ki, onları biz sadəcə planşet kimi də istifadə edə bilərik. Yəni deyir tablet modunda, məsələn bu əmr aktiv olanda, elə tapşırıqlar paneli daha böyük ikonlarla əvəzlənir. Bir də toxmatikə, yəni necə deyək, sensor ekran kimi deyək də, sensor ekran kimi istifadə etdiyimizə görə, yəni sensor ekrana daha da uyğun olur. Yəni o əmri aktivləşdirib passivləşdirə bilirik buradan. Deyir avtomatik gizlət taskbarı basırsınız əmrə və salam avtomatik olaraq bizim taskbarımız gizlənmiş olur. Oldumu? Əslində buradan da görsənməli idi də. Belə gələndə mouse gətiririk, çıxır və yaxud da mouse aparırıq, nədir? İtir. Belə bir əmrdir. Belə işlətmək istəsəz əmri aktivləşdirib o şəkildə istifadə edə bilərsiniz. Bəs bu nədir? Bu da maraqlı əmrdir. Bununla bağlı çox qəşəng bir kitabımıza qeyd yazmışam. İnşallah ki oxuyarsınız, oxudunuz, mənə bildirərsiniz. Yəni görün hansı hissədən gedir söhbət, yəni bu əmrdən gedir söhbət. Elə bilin ki, belə deyək, bizdə bəzi proqramlar var ki, həmin proqramların üzərində bildiriş sayı əks olunur. Bu da onu deyir, bildiriş sayı görsənsin yoxsa yox. WhatsApp-la bağlı biraz zarafat eləmişik kitabımızda. Elə bilin ki, WhatsApp-da mesaj gəlir, üstündə 5 yazılıbsa, bilirsən ki, 5 dənə mesaj var. Bu nədir? O dayanmadan tələbə yazır, həmən şeydir. Elə bilin ki, siz yazırsınız, hər hansı bir chat proqramı olsun və yaxud da bu formada proqramlar olsun, orada yazırsınız. Siz yazanda artıq yeni nəsə gələndə proqrama aşağıda gəlir ikonda, aşağıda yəni ikon kimi bərkidilibsə o, taskbarın üzərində bərkidilibsə, elə bir yanıb sönür. Sənə məlumat verir ki, hə mesaj yazdı, tez get buna cavab yaz kimisindən bir şey. Yəni özünü deyir ki, işıqlarla göstərir. Həmin əmrdir. Aşağıdakı əmrimiz yenə çoxlu ekranlar üçün keçərli olan əmrimizdir. Deyir mənim taskbarım məsələn 2 monitorum varsa, hər 2 monitorumda görsənsin. Yəni taskbarın üzərindəki ikonlardan gedir söhbət. 4 dənə monitorum varsa yan-yana, 4-ünü də deyir görsənsin. Belə bir əmrdir. Aşağıdakı əmrimizdə yenə taskbarımız, yəni hansı ekranlarda görsənsin, onları buradan seçmək olur. İndi əmr passivdir, çünki bizim ikili, üçlü monitorumuz yoxdur. Bu əmrimiz nədir, nə işə yarayır deyə sual verirsəz, bu bizim deyir taskbarımız, yəni taskbar paylaşılsınmı deyək. Taskbarın üzərində elə bil ki, video zəng proqramlarımızda və yaxud da Zoom deyək, Microsoft Teams deyək. Microsoft Teams üçün əslində keçərli olan əmrlərdən biridir. Tam olaraq işlətməmişəm, amma nə olduğunu deyim sizə. Elə bilin ki, ekranın, pəncərənin hal-hazırda bizim desktopumuz hansıdırsa, həmən desktopumuzun paylaşılmasıdır. Yəni bununla bağlı bizim taskbarımızda əmrlər çıxır. Yəni həmin əmr vasitəsilə biz rahat şəkildə ekranımızı paylaşa bilirik.
Daha sonra növbəti əmrimiz aktivdir. Bu show desktop, yəni ekranımızı göstər deməkdir. Sağ aşağı küncə gələndə bilmirəm fikir verə bilirsiniz. Burada balaca bir düymə çıxır. Üzərinə basırıq, bizim ekranımız göstərir. Və yaxud da təzədən basırıq, təzədən əvvəlki vəziyyətinə qaytarmış oluruq. Yəni nədir bu əmr? Heç nə. Taskbar üzərindəki show desktop düyməsi ki, onu passivləşdirib aktivləşdirə bilirik. Yəni ekranı göstər düyməsi. İndi gələndə heç bir şey çıxmır. Nə qədər də bassaq, yəqin ki, mouse'un səsini eşidirsiniz. Hər hansı bir şey olmur. Aktivləşdirək, çünki mənim çox istifadə etdiyim əmrlərdən biridir. Əvvəlki versiyalarda daha yaxşı idi. Biz mouse'umuzu gətirirdik ora, ekran özü şəffaflaşırdı, görsənirdi. Yəni ta klikləməyə ehtiyac olmurdu. Klikləyəndə başqa cür, üstünə gətirəndə başqa cür olurdu. Təbii ki, o tarix oldu artıq. Mənim sevdiyim əmrlərdən biri idi ki, indi istifadə edə bilmirəm. Nə deyir? Deyir, birləşdir taskbar düymələrini və gizlət etiketi, yəni adlarını. Qısacası buradakı elementlərdən gedir söhbət. Əgər siz bir neçə dənə belə deyək, Notepad proqramına sənədini açmısınız. Əgər burada əmr seçilsə, bu əmrimiz seçilsə, həmişə əmri seçilsə, həmin o açdığımız, məsəl üçün 3 dənə, 4 dənə Word açmısınızsa, o 3 dənə, 4 dənə Word bir dənə piktoqramın altında birləşəcək. Adları da görsənməyəcək. Biz elə demişik. Növbəti əmrimiz nədir? Deyir, nə zaman ki taskbarda olacaq, o zaman birləşdir. Fikir verirsiniz, bunlar ayrı-ayrı görsəndi, adları da göstərir. Əgər 2 dənə, 3 dənə Word açmış olsaydıq, o Wordlər də belə ayrı-ayrı görsənəcəkdi. Taskbarda olanda avtomatik olaraq onların birləşməsi baş verir. Bu köhnədən qalma əmrimizdir. Növə isə heç vaxt birləşdirmə deməkdir. Yəni nə qədər də olsa birləşməyəcək. Burada sadəcə əmr çıxır, biz üzərinə basaraq digər, yəni belə deyək, göstərilməyən elementlərimiz də görsənəcək. Belə, biz bu əmrimizə qoyduq. Növbəti əmrimiz, bu da digər, belə deyək, çox monitorlu kompüterlərimizə aiddir. Yəni əgər bir neçə dənə monitor qoşmuş olsaydıq hal-hazırda kompüterimizə, o zaman bu əmrimiz aktivləşəcəkdir. Eyni əmrdir, sadəcə yuxarıdakı əmrlə birə-bir eynidir. Sadəcə elə bil ki, ümumi danışırsınız burada artıq. 2 monitor haqqında danışmış olursunuz. Yəni digər monitora da tətbiq eləyək, yoxsa yox. Bunu bildirən bir əmrdir. Bu əvvəllər bu əmrimiz bir dənə idi. Sadəcə deyirdik ki, taskbar üzərindəki düymələri kiçilt. İndi bunun da üzərində bir neçə versiya var. Deyir ki, həmişə kiçilt. Gördünüz, balaca göstərdi. Növbəti əmrimiz deyir, nə zaman ki taskbarda olacaq, o zaman kiçilt. Yəni çox da olsa, onda kiçildiləcək. Daha çox yer açılır bizim üçün. Bu da deyir ki, yəni heç vaxt elə bil ki, kiçik kimi göstərmə. Elə deyir də, heç vaxt. Həmişə deyir, amma kiçik kimi göstər, belə olur. Biz indi heç vaxt deyək, elə böyük qalsın. Siz görə bilərsiniz deyə. Daha sonra burada bizdə belə bitdi. Növbəti hissəmizdə bu hissə ilə bağlı danışacağıq. Basırıq. Yəni yerləşmə yerimizdir, regiondur. Bu tipli tənzimləmələri vaxtla, tarixlə bağlı bu tipli tənzimləmələri buradan dəyişə bilirsiniz. Yəni tanışdır bu tipli şeylər sizə. Yenə də settings bölməsini açır zaten. Bu hissəyə də toxunacağıq. Daha sonra gəldik aşağı notification hissəsi ilə bağlı, yəni bura ilə bildirişlərlə bağlı bəzi əmrlərdir ki, məni narahat etmə falan filan kimisindən əmrlərimiz var. Yəni bildirişlərini deyir ki, yəni hansı proqramların bildirişləri görsənsin. Məni narahat etmədi. Daha sonra avtomatik olaraq deyir ki, saat seçirsiniz ki, hansı aralıqda, məsəl üçün, məni narahat etmə. Məsəl üçün, müəyyən müddət ərzində gələn bildirişlər sizin üçün göstərilməyəcək. Bu daha maraqlı əmrdir. Elə bilin ki, onlayn dərsə qoşulmusunuz. İstəyirsiniz ki, yəni dərs zamanı siz ekranınızı falan da paylaşırsınız. İstəyirsiniz ki, dərs zamanı müəyyən proqramların bildirişlərini görməyəsiniz. Artıq buradan özünüz bağlayırsınız ki, hansı proqramların bildirişləri görsənsin, hansılar görsənməsin. Onu buradan seçmək olur. Aşağıdakı əmrimiz isə daha maraqlı əmrlərdən biridir ki, bu əmr vasitəsilə biz elə bil ki, elə bir telefonumuzun vibrasiyası alması kimi bir şeydir. Bildiriş gəlir, amma səsi çıxmır. Oldumu? Səssiz, amma aktiv. Belə də demək olar bu əmrə. Maraqlı əmrimizdir bu da. Yəni burada da yenə də əmrlər falan var, tənzimləmək olur. Qısacası aşağıda başqa görək nələrimiz qaldı bizim. Bu heç notification hansılar görsənsin. Bu yuxarı, orta, aşağıdır, yeri, məsəl üçün müəyyən şeylərin bura ilə bağlı elə bir əmrlərdir. Bunlar harda görsənsin, onu buradan seçə bilirsiniz, pozisiyasını seçə bilirsiniz. Bir dənə də geri qayıdaq. Bu hissəmiz artıq bitdimi? Məncə bitdi. Notification haqqında danışdığımıza görə yekunlaşdırdıq. Bu taskbar haqqında kömək al, yəni F1 düyməsidir bunların hər biri. Yəni nələr barəsində məlumat əldə etmək istəyirsinizsə, yəni köməkdir. Qısacası bunların hər biri sizin üçün köməkdir, yəni kömək edir. Bu da belə. Bizim taskbarımızın settings hissəsində məncə bitirdik. Bir şeyimiz qalmadı. Nəyəsə başa düşməsəz, əmrin adını yazın. Rəy bölməsinə mən sizə daha ətraflı, yəni yazı şəklində izahlarımı vermiş olum. İndi keçdik növbəti hissəmizə. Görək növbəti hissədə biz nədən danışacağıq, yəni hansı hissədən danışacağıq. İndi gəlin danışalım Windows
11 əməliyyat sisteminin obyektləri haqqında, yəni vacib obyektlər haqqında. Mən ekranımıza yerləşdirmişəm onları. Vacib obyektlərimizdən biri qovluqlarımızdır, biri fayllarımızdır, bir də shortcut qısa yollarımızdır. Zaten biz qovluq barəsində məlumatı bundan əvvəlki dərsimiz əməliyyat sistemində almışıq. Amma mən sizlərə yenə də ötürüm həmən məlumatı. Qovluq dediyimiz anlayış bizdə papka, rusçadan papka deyirik ona, papka anlayışına bərabərdir. Və yaxud da ingiliscədən folder deyirik, ona bərabərdir. Və yaxud da katalog deyirik ona, buna bərabərdir, katalog. Oldu. Bu şəkildə dörtlü bir ifadə yazdıq. Yeni qovluq yaratmaq üçün bizim klaviatura düyməmiz Ctrl plus Shift plus N. Yəni yeni qovluq yaratmaq üçün bu əmrdən istifadə edə bilərsiniz. Yəni yeni qovluğu çox rahat şəkildə yarada bilirsiniz. Hətta ekranda bir dəfə basaq, Ctrl Shift, bir saniyə. Ctrl Shift N. Yeni bir qovluğumuz yarandı. Gördünüz? Əziyyət çəkmədən. Biri var, sağ düyməni bas, get new, sonra qovluq falan filan. Belə. Ən rahatı budur. Gəlin belə bir sual verin. Bir qovluq içində biz nə qədər qovluq yarada bilərik? İstədiyimiz qədər. Bir qovluq içərisində eyni adlı iki qovluq olarmı? Olmaz. Kompüterin yaddaşında bəs olarmı? Olar. Niyə? Biri ayrı yerdə, biri başqa yerdə. Bir məsələn Kənan şərəfli qovluğun içərisində Kənan adlı bir qovluq yaradım, bir də ekranda Kənan adlı qovluq yaradım. Bunu icazə verir. Amma bir yerdə, eyni yerdə olmaz. Hətta baxın Ctrl Shift N deyirəm, yeni bir qovluq yaranır. Düzdür? Adı new folder oldu. Yenə Ctrl Shift N. Bu səfər 3. İndi 3-ü silirəm ki, belə qalsın. Enter basıram. Göz icazə vermir. Deyir var zaten bu adda. Yes dedik, əvəzlədi elə bir. İkisini də içi boş olduğuna görə rahat şəkildə əvəzləyə bildik. Birini saxladı yəni. Bu belə. Daha sonra qovluqlarımız barəsində danışası olsaq, ümumiləşdirim, hətta belə deyim, bizim qovluq və fayllarımızın adında qadağan olunmuş simvollarımız var. Onlar hansılardır? Gəlin onu da yazaq, elə burada görmüş olaq. Sağ slashdir, sol slashdir, düz slashdir. Sonra böyükdür işarəsi, kiçikdir işarəsi, sualdır, sual. Sonra ulduzdur, 2 nöqtədir, bir də belə dırnaq işarəsidir ki, bu 9 dənə simvoldan nə qovluğun adında, nə də faylların adlandırılması zamanı istifadə edə bilmirik. Oldu mu? Bunları da məlumat kimi bir yerə qeyd edin, çünki qəbullarımıza düşən hissələrdən biridir. Ümumən Windows 11 əməliyyat sistemi və yaxud da digər əməliyyat sistemimizdə bizdə qovluqlar iki cür olur. Bir istifadəçi qovluqları, yəni sənin, mənim istifadə etdiyim qovluqlar, yəni bunlar, düzdür, bunlar hamısı istifadəçi qovluğudur. Bir də sistem qovluqları. Zaten biz sistem qovluqları haqqında keçən dərsimizdə izah vermişdik. Yəni bunlar isə bizim sistem qovluqlarımızdır. Bəli, bunlar sistem qovluğu sayılır. Hətta bir sual verim, cavabını rəy bölməsinə yazarsınız. Deyin görək bu qovluqlardan hansının piktoqramını dəyişmək mümkün deyildi. Səhv xatırlamıramsa, keçən dərsimizdə izah zamanı bunu qeyd etmişdik. Hətta kiçik bir zarafat belə etmişdik. Belə. İndi deyin görək hansının piktoqramını dəyişmək olur, hansının olmur. Məncə bu sual kimi qalsın. Siz də yazın, baxım görüm dərsi bura qədər izləmisiniz yoxsa yox. İndi xidməti qovluqlar və istifadəçi qovluqlar haqqında danışdıq. Bir dənə də əmrimiz var, kitabxana qovluqları. Gəlin onları da tanıyaq. Kitabxana qovluqlarımız görək hardadır. Normalda bura yerləşdirirəm də. Gələk gedib aktivləşdirək. Qısacası kitabxana qovluqlarını gəlin. Bunu aktivləşdirim mən. Görüm başqa bir yerdən tapmaq olsa deyim. Tapmaq olmasa aktivləşdirim, ondan sonra deyim. Deməli, aktivləşdirmək üçün düzdür, bunu sonralardan öyrənəcəksiniz. Mən əslində sürətli də edə bilərdim. Buranın da zaten izahını verəcəyik biz sizə. Bilmirəm, gördünüz yoxsa yox. Aşağıda bizim Navigation Pane əmrimiz var ki, orada deyir göstər naviqasiya panelində göstər kitabxana fayllarını. OK dedik. Bizim artıq kitabxana fayllarımız burada düşdü. Basırıq üzərinə. Hal-hazırda neçə dənə element görürsünüz içində? 4 dənə, düzdür? Belə eləyək daha yaxşı görünür. Bu da bir qəbul sualıdır. Hardasa 24 ya 23-cü ildə qəbula düşmüşdü kitabxana qovluqları barəsində. Bunlar bizim ekranımızda yerləşməsə belə, burada Navigation Pane hissəsindən tapa bilirik onları. Qısacası kitabxana qovluqlarımız 4 cürdür. Səs, şəkil, musiqi və sənət qovluqları oldu. 4 cürdə bizim kitabxana qovluqlarımız var. Bunları da öyrənmiş oldunuz. Bir də xatırlamışkən, gəlin bizim qadağan olunmuş adlarımız vardı, onları yazaq. Johndur, sonra Nulldur, sonra Aux'dur, sonra PRN'dir, sonra LPT 0-dan 9-a qədər olanlardır. Bir də COM
0-dan 9-a qədər olan versiyalar. Əslində bu yazılış çaşdırmasın 0-9. Yəni biz elə bilin ki, qovluqların adına 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 yaza bilmirik. Bu sadəcə qayda kimi mən sizə yazdım ki, çaşmayasınız. Birbaşa deyinirlər 0-9 aralığında. Eyni bu qaydada. 6 dənə qadağan olunmuş. Əslində hamısını saysa o rəqəmlərin 22 dənə qadağan olunmuş adımız var. Hərəsi bir əmri ifadə edir deyə biz onları qovluğun və ya faylların ad hissəsinə yaza bilmirik. Faylların genişlənmə hissəsinə yazmaq olar bu arada bunları. Oldumu? Bunları da öyrənmiş olduq. Daha sonra biz məsəl üçün shortcut haqqında danışaq. Qovluq haqqında məncə yetərincə danışdıq. Gəlin indi shortcut haqqında danışaq. Görək shortcutımız nədir? Fayl təkə bildik. Yəni bunlar bizim fayllarımızdır. Bu barədə əslində indi hal-hazırda danışdıq da elə. Bir ümumi ad altında saxlanılan verilənlər yığımına biz nə deyirik? Fayl. Yəni bir dənə adı var, onun altında məlumat saxlanılır və biz ona nə deyirik? Fayl. Shortcut, qısa yol. Qısa yolu digər şeylərdən fərqləndirən nədir? Yəni normaldan fərqləndirən nədir? Buradakı ox işarəsinin olması. Əvvəllər əyri ox idi, indi bu şəkildə bir oxdur. Mahiyyət dəyişməyib, eyni şeydir, hər şey eynidir. Tələbələrimə çox maraqlı bir izah verirəm. Gəlin o izahı sizə də verək. Bunun içərisində boşaldaq. 5 dənə element var idi. Görürsüz boşdur. İndi bunun qısa yolunu yaratmaq üçün 7 dənə üsul öyrənəcəksiniz. Bir dənəsi vasitəsilə yaratdım. Qısa yol biz nədir? Məsələn, bu sənədimizin qısa yolunu yaradırıq. Elə sənədimizin özünü atırıq, məsəl üçün bu qovluğun içinə. Ekranda istəmirik də qalsın. Onun qısa yolunu qoyuruq ekrana. Qısa yol silinərsə nəsə baş verərmi? Heç bir şey baş verməz. Sadəcə qısa yol silinər. Məsəl üçün bu faylın da qısa yolunu yaradaq. Oldumu? Elə bil biz bunun üzərinə 2 dəfə basanda, klikləyəndə bizim bu qovluğun içərisindəki faylımız açılacaq. Bu yox. Bunun həcmi heç nədir. Bunun həcmi 1 kilobayt ətrafında bir şey olur. Yəni 1 kilobaytdan az olur, bir damcı çox olur. Yəni 2 kilobayta çatmır. İndi nə deyirəm? Burada 2 kilobayt olar. Nəsə deyir, başa düşə bilmədim. Gözləyin, buna baxaq. Başa düşə bilmədim deyəndə, yəni baş qoşmadım. 640 baytlıq bir şeydir. Oldu. Yəni heç 1 kilobayta belə çata bilməyib. Qısa yol. Bir də bilirsiniz də yəqin ki, bütün qısa yolların genişlənməsi LNK adlanır. LNK shortcut. Oldu. Bütün qısa yolların genişlənməsidir. Bilmirsinizsə, məsəl üçün bunu da bir yerə qeyd edə bilərsiniz. Shortcut'ın genişlənməsi nə oldu? LNK. Bütün qısa yollara aid daha fərq yoxdur. Hansı proqram olur olsun. Hansı fayl olur olsun. Belə. Həcm nə dedi? 1 kilobaytlıq bir şeydir. Yəni, məsəl üçün, qısa yol silinsə nə baş verər? Hətta bunun bir dənə də qısa yolunu yaradaq. Nə qədər yarada bilərik biz? İstədiyimiz qədər, nə qədər istəyirsən yarat. Qısa yol silinsə hər hansısa bir şey baş verərmi? Heç bir şey baş verməz. Sadəcə qısa yol silinər, gedər işinə. Oldu? Belə. Bəs əsas faylımız silinsə nə baş verər? Əsas faylımızı götürəm və silirəm. Elə, içi boş idi zaten. İndi bunun üzərinə basırıq. Aça bilmir. Niyə? Çünki deyir ki, bunu açacaq mən sənə tapa bilmədim. Hətta deyir, tapdım. Deyirsən, onu silmisən. İstəyirsənsə, bərpa edim, el açım. Zibil qutusunda da axı. Mən zibil qutusunu bir dəfə də təmiz boşaldıram. İndi bu səfər açmağa cəhd eləsəm, bu səfər biz nə deyir? Deyir, artıq bu bir işə yaramır. Bunu ekranda boş-boşuna saxlamısan. Gəl yes deyək, bunu da silək. Özü gör necə yes siləcək, amma heç zibil qutusuna belə atmayacaq. Bilir axı biz bidondan heç vaxt istifadə etmirik. Zibil qutusuna belə nədir? Atmadı. Başa düşdünüz? Birbaşa sildi getdi. Belə. Qısa yol təxminən belə başa düşün. Misal üçün 10-cu mərtəbədə qalırsınız. Bayaq tələbələrimə izah etdiyim üsul budur. Bunu deyirdim. Elə bil ki, evdə deyirlər apar bu zibili at gəl. Bir də 10-cu mərtəbədən düş, get, at, soyuğun, qışın, günündə cin, zülümdür də düzdür bildiyiniz. Hamının ürəyindən keçən bir şeydir. Belə pəncərədən atım, amma getsin zibil qutusuna düşsün. Səliqəli şəkildə ətrafa falan da düşməsin. Bax, qısa yol budur. Elə bil bunu götürüb bunun içinə atırsınız. Bu, bunun içinə yox, birbaşa gəlir elə bunun içinə düşür. Və fikir verirsiniz, ikisinin də şəkli boşdur da, hal-hazırda boş kimi görsənir. İndi götürürük bunu, atırıq bunun içinə, vəssalam. Buna yox, buna gəlir. Yəni, qısacası biz insanların işinə yarayan əmrlərdən biridir. Faylımız ekranda yox, hər hansı qovluqlarda saxlayırıq, oldu mu? Və həmən şeyin qısa yolunu yaradırıq ki, işimiz nədir, rahat olsun. Gəlin qısa yol yaratmaq üsullarından danışaq. Hər hansısa bir sənəd fayl açaq. Oldu mu? Bir bu. 7 dənə üsul öyrənəcəksiniz. Birinci üsulumuz alt düyməsini basmaqdır. Düymə olaraq, klaviatura düyməsi olaraq hansı düyməyə basmaq? Alt düyməsinə basmaq. Alt düyməsinə basacaqsınız. Belə eləyək. Və obyekti sol düymə ilə sürükləyəcəksiniz. Alt düyməsinin əlim basılı vəziyyətdədir. Obyekti seçdim. Sol düymə ilə sürüklədim. Gördünüz necə rahat yarandı. Növbəti düyməmiz Ctrl Shift düyməsidir. Bu da ikinci qısa yol yaratmaq üsulu.
Hansı düymə oldu? Ctrl, Ctrl plus nə? Shift. Bu da ikinci qısa yol yaratmaq üsulu. Üçüncü qısa yol yaratmaq üsulu. Üzərində sağ düyməni basırsınız. Shortcut əmri olacaq, düzdür? Tapa bilsək, burada həm əlavə əmrlər, əlavə deyil əslində eynidir. Burada olanların hamısı orada da var. Create shortcut. Basırsınız. Üçüncü qısa yol bu şəkildə yaranır. Dördüncü qısa yol yaratmaq. Yenə basırsınız üzərində sağ düyməni. Send to əmri olacaq bizdə burada. Göndər əmri. Əlavə əmrlər də var. Burada nə yazılıb deyir? Ekrana qısa yolun göndər. Basırsınız, ekrana qısa yolu göndərilmiş olur. Gördünüz? Bu da dördüncü. Ay müəllim, nə məntiqsizdir bu? Əslində çox məntiqli, qəşəng bir əmrdir. Hər hansı bir qovluğun içərisində daxil olmusan da bu fayl. Nə bilim, Windows 11-in deyək ki, PDF sənədi, düzdür? Bunun da ekrana qısa yolunu göndərmək istəyirsə, sağ düyməni basırsınız. Gəldiniz bura. Send to ekrana qısa yolun göndər. Gördünüz, birbaşa bu faylın qısa yolu ekrana göndərildi. Bu cəhətdən işimizə yarayan əmrlərdən biridir. Bunda silək zaten bir şey olmurdu demişdik. Əsas fayl silinsə qısa yol bir işə yaramaz. Növbəti əmrimiz bu elementi sağ düymə ilə sürükləyib buraxırıq bura. Açılan pəncərədə burada nə yazılıb? Create shortcut. Gördünüz, bu da 5-ci qısa yolumuzun yaradılma üsulu. 6-cı qısa yol yaratmaq üsulu haqqında danışaq. Sağ düyməni basırıq. New shortcut. Düzdür? Bu daha uzundur. Əgər bunun tam adını bilirsənsə yazırsan bura. Yox, bilmirsənsə yüklə dedin. Ekrandan həmin o faylımızı tapaq. Tapdıq. OK dedik. Adı, tam adı, yəni düşdü bura. Göstərir ki, hardadır. Next dediniz. Adı deyir belə qalsın, deyirəm, hə qalsın. Finish dedik. Vəssalam, bu da oldu bizim 6-cı qısa yol yaratma üsulumuz. 7-ci qısa yol yaratma üsulu haqqında danışaq. Bu da bizdə belə deyim, cut copy düymələri vasitəsilə olur. Cut copy yox, copy düyməsi vasitəsilə olur. Biz bir şeyi, məsəl üçün, cut ediriksə, baxın, hansı əmrə basırıq? Cut əmrinə, düzdür? Cut. Rəngi fikir verirsiniz, digərlərinə nəzərən nədir? Solğunlaşır. Bunun özü də bir qəbul sualıdır. Sakit durun, eşitməmisiniz. Nədir qəbul sualı? Deyirdi ki, faylın digər fayla nəzərən belə solğun görsənməsinin səbəbi nədir? Nəymiş belə solğun görsənməsinin səbəbi? Onun kəsilmiş olması, yəni burada olmaması. Onu belə solğun göstərə bilir. Cut etdiyimiz şeyi biz paste eləyə bilirik. Fikir verirsiniz, hansı əmrdən istifadə eləyə bilirik? Paste. Sadəcə yapışdıra bilirik və bircə dəfə yapışdıra bilirik. Oldu. Əmrimiz aktiv idimi, yoxsa niyə belədir? Tamam, heç bir şey eləmədim. Paste elədik, bircə dəfə cəmi paste eləyə bilirik. Belə. Amma biz faylımızı copy etsək, biz onu həm paste eləyə bilirik, öz istədiyimiz qədər eləyə bilirik. Həm də ki, paste-ni eləyə bilirik, shortcut eləyə bilirik. Baxın, bu da bizim 7-ci qısa yol yaratmaq üsulumuz. 7 dənə qısa yolu bu şəkildə yarada bilirik. Bu barədə danışmışdıq. Yenə danışaq. Paste. Bir dəfə yapışdırdıq özünü. Paste. İkinci dəfə yapışdırdıq özünü. Özünü yapışdırırıq. Qısa yolunu yox. Və yaxud da paste shortcut eləyək 2 dəfə də kifayət eləyir. Bir dəfə zaten eləmişdik, bir dəfə də elədik. Üçüncü dəfə də eləyim sizin xətrinizə. Belə. Nə öyrəndik? Gəlin indi bunu da yazaq. Öyrəndiyimiz şeyi də yazaq. Görək nədən danışdıq biz. Bunlara taxamsın bunun içinə. Bizə gərəksizdir. Faylımız harası getmədi. Yox. İnşallah ki, silib eləməmiş ya onu. Görək bunun içindədirmi? O da yox. Nəsə eləmişik, amma başa çıxa bilmədim. Sənədimiz itməsin. İtsə də zaten siz qeydlərinizi aparmışsınız. Tamam. Bunu da bir ataq. Bunun içərisində ekranımız biraz səliqəyə düşsün. Boşalsın yəni. Belə bir şey yaza bilərsiniz. Deməli, cut etdiyimiz şeyi düzdür, bir dəfə nə edə bilirik? Paste edə bilirik. Bir dəfə. Copy etdiyimiz şeyi düzdür, istədiyimiz qədər, yəni mübadilə buferindən silinənə düzdür, qədər nə edə bilirik? Paste və paste shortcut edə bilirik. Çox qəşəng cümlədir. Bunu yadınızda saxlayın. Bir dəfə paste edə bilirik. Bu da belə. Başa düşdük. Bunu paste shortcut etmək olmur, amma bunu həm paste, həm də paste shortcut etmək olur. Yadınızda saxlayarsınız bu cümlələri. Bu da bizim shortcutımız idi. Shortcut haqqında da danışdığımıza görə keçək gəlin növbəti hissəyə.
Gəlin növbəti hissədə aero interfeys haqqında danışaq. Əslində get-gedə aero interfeysi yığışdırırlar, demək olar ki, heç bir şey qalmır. Əslində əvvəllər çox qəşəng danışırdıq, bu barədə tələbələr üçün də maraqlı olurdu. İndi demək olar ki, yığışdırırlar, bir şey qalmır. Aero interfeys belə deyək, çoxlu pəncərələrlə işləmək üçün olan bir interfeys idi. Aero funksiyalar var idi. Məsələn, aero pick funksiyasıdır. Aeropik funksiyası bizim hal-hazırda baxın, bayaq öyrəndiyimiz bu qovluğu açdıq, bunu açdıq, düzdür, 2 şey açdıq, üçüncünü açdıq, bu da bir qovluqdur, bəli. Dördüncünü açdıq. Çoxaldı da sayı, biraz zülm oldu işləmək. Nə bilim, şəbəkə qovluğunu açdıq, 5-cini açdıq, düzdür? Belə çoxaldı sayı. Nə açmamışıq? Kontrol paneli də açaq, 6-cı olsun. Hər şey açdıq. Belə çoxlu pəncərələrlə işləmək üçün istifadə etdiyimiz funksiya biz nə deyirdik? Aero funksiyalar. Oldu. İndi aero funksiyaları göstərmək üçün bunları çox belirlədik. Bizim tasklarımızın üstü gizləndi. Bunu da başqa işləsinin taskların üzərinə gətirmirdik bunu yenə də. Bizim burada show desktop deyə bayaq düymə öyrənmişdik. Ekranı göstər və klaviatura düyməsini bilmirəm dedim onun sizə yoxsa yox. Gəlin indi deyim, Win D düyməsini basırsınız, ekran göstərir. Bax bu bizim aeropic funksiyamızdır. Nə funksiyası? Aeropic. Oldu mu? Aero funksiyalardan aeropic. Yazaq adını. Klaviatura düyməsi nə oldu dedim? Win plus D düyməsi. Düzdür? Heç nə. Win D-yə basırsınız, yığılır aşağı və yaxud bir dəfə basırsınız, görsənir. Bir dəfə də yığır aşağı bizə lazım deyil. Ta. Məsəl üçün, bura gələndə bu kiçik-kiçik pəncərələrin bu şəkildə çıxması ki var. Bunlar da aero funksiyalar adlanır, yəni aeropik adlanır. Oldu mu? Bu şəkildə görsənmələrdə aeropik funksiyasıdır. Növbəti aeroshake funksiyası haqqında danışaq. Aeroshake funksiyası nədir? Çox maraqlı bir əmrdir. Window ilə qaytardım bu arada bunları geri. Mən istəyirəm sadəcə bu ekranda qalsın, digərləri aşağı yığılsın. Tutursunuz bunu belə təpəsindən. Oldu mu? Təpəsi deyəndə baş hissəsi bura nəzərdə tutulur. Mouse'un sol düyməsindən tutursunuz, buraxmırsınız. Sağa sola bunu belə silkələyirsiniz sürətli. Bir şey olmur. Bir dəfə elədik, yenə bir şey olmadı. Niyə işə yaramır ki bu? Tamam. Hə uşaqlar, bu işə yarayan bir əmrdir. Niyəsə başı qaçdı, işləmədi. Yəni aeropik silkələmək funksiyasıdır ki, belə rahat şəkildə silkəlirsiniz. Sadəcə bu qalır ekranda, digərləri düşür aşağı. Bunun klaviatura düyməsi Win Home-dur. Bir ümid Win Home düyməsinə basacağam, görək nə baş verir. Windows Home düyməsinə. Gördünüz, o birislər yığıldı aşağı, bir dənə bu qaldı. Bizim seçdiyimiz qaldı. Bu da bir aero shake funksiyasıdır. Oldu. Yəni silkələmək. Əmri aktivləşdirmək üçün settings bölməsində sistem hissəsində multitasking deyə bir bölməmiz var ki, bunda şəkillərini, yəni kitabımıza yerləşdirmişəm. Bəlkə də mən yeni istifadəçi yaratmışam deyə aktivləşməyib. WinS düyməsinə basırsınız, WinS yox. Settings, Win I düyməsinə basırsınız, settings bölməsi aktivləşir. Settings bölməsində sistem hissəsinə girirsiniz. Sistem hissəsində ən aşağılarda. Bunu görürsünüz. Gözləyin görək. Görürsünüz? Söydük bayaqdan da boş-boşuna. Bu shake düyməsini və buradan aktivləşdiririk. Yaxşı ki, tez yadıma düşdü. Sizə də elə göstərdim bu hissəni. İndi işə yarayacaqmı? Yaramalıdır. Mümkün deyil. Tamam, bayaq şeyləri yenə də aktivləşdirək. Siz bu tərəfə gedin. Mənim yerimi zəbt eləməyin. Sən də bayana get. Gəldik buraya yenə. Cəbi qutusunu da aktivləşdirdik. Sonra. Bəsdir məncə bu qədər. Düzdür? Bayaq dediyimiz sənədimiz hanı? Sənədimizi aktivləşdir, ödə görsəniz. Tutur təpəsindən. Bəzisi balacalaşdım, qəşəng görün. Silkəliyirik. Gördünüz? Çox sevindim, çox mutlu oldum yəni. Bir dəfə də silkələsəz, təzədən geri qayıdırlar. Buna biz nə deyirik? Aero shake funksiyası. Yaxşı oldu, aktivləşdirilmə yeri falan da haradır, siz onu görmüş oldunuz. Növbəti əmrimiz aerosnapdır. Bu səfər bizim aerosnapımız elə bir biraz dəyişib. Onu da multitasking hissəsindən görə bilirsiniz. Buradan da baxın. Baxaq görək əmrlərimiz. Alt tab bu aero flip funksiyasıdır. Baxarıq bu da problem yaratsa deyərik. Snap hissəsi aktivdir. Pasiv olsa nə olur? Baxın aerosnap budur. Buraya gəlsiniz. Görürsünüz nə gözəldir. Əvvəllər belə bir şey yox idi. Əvvəllər özümüz əlimizlə tənzimləyirdik bunu, amma indi çox qəşəngdir. Belə basırsınız. Burada bu ikili ekranla işləmək üçündür. Burada da bizim Windows əməliyyat sistemi dərsimizin izahı. Düzdür? Sizin xoş rəylərinizi oxuyuram. Zaman olduqca hər birinə geri dönüş eləyəcəm. Görüm rəyləriniz də gizləndiyi.
Bu heç canlı chat hissəsi idi deyəsən. Bir saniyə. Gəldik. Mən sizin rəylərinizi oxuyurdum. Buradadır. Yəni hər bir rəylərinizi oxuyuram buradan. Çox sağ olun xoş sözləriniz üçün. Hər birinizə geri dönüşlər eləyəcəm. Amma əsas dərsimizi izləməyiniz, dərsimizi izləyin. Nəsə, aerosnap funksiyasını da gördünüz. Ekranın sağ tərəfində belə çırpanda da başından tutursunuz. Bayaq kimi çırpırsınız sağ tərəfi tutur. Sol tərəfindən qoymaq istəyirsənsə qoy. Və yaxud da tuturuq başından sol künc yuxarı. Gördünüz, indi üçlü ekrandan istifadə etdik. Və yaxud da tutursunuz başından sağ aşağı künca. Artıq dörtlü ekrandan istifadə edirik. İndi bunu biz buradan da eləyə bilirik, tənzimləyə bilirik, istədiyimiz formaya qoya bilirik. Klaviatura düyməsi Win, sağ, sol klaviatura düymələri vasitəsilə də olur. Win Z-yə də basanda həmən istənəbə belə görə bilirsiniz. Win Z. Oldu. Snap funksiyası da adlandırmaq olar. Oldu. Snap layout düzəni də demək olur. Yəni snap da deyə bilərsiniz buna. Aero snap funksiyası oldu. Klaviatura düyməsi nə oldu? Win plus Z və yaxud da ki, düzəltmək istəyiriksə Win plus sağ, düzdür, sağ, sol, yuxarı, aşağı klaviatura düymələri. Oldu? Aşağı. Necə eləyirsiniz? Baxın, pəncərənin başına bir dənə belə klikləyin. Belə kliklədiniz. Windows sağ. Gördünüz sağa. Sol. Yuxarı bütün ekran. Aşağı isə lap aşağı yığır. Görürsünüz, 4 ilə idarə eləmək olur. Çox rahat. Bu da bizim aero funksiyamız olsun. Gəlin aero flip funksiyası haqqında danışaq. Aero shake yazmadım ha. Aero shake. Silkələmək funksiyası idi. Win plus nə dedik bunun düyməsinə, klaviatura düyməsinə? Bir saniyə yazım. Win plus home düyməsi, düzdür? Home. Aero, indi nə yazırıq? Flip. Aero flip funksiyası. O da klaviatura düyməsi alt plus tabdır. Əlavə olaraq Ctrl plus alt plus tab. Görə işə yarayacaqmı hər ikisi? Yazmaq istəmirəm burada. Deməli, altdan taba basırsınız, görürsünüz. Mən əlim alt düyməsindən çəkmirəm, taba basıram, birindən digərinə rahat şəkildə keçə bilirəm. Yəni, belə, istədiyimiz pəncərədə saxlayıb, həmən pəncərəni biz sizin üçün göstərə bilərik. Belə, gördünüz, ancaq görsəndir. Alt tab. İndi Ctrl alt taba basanda bu pəncərə ekranda qalır. Əllərimi görə bilmirsiniz, amma hər iki əlim yuxarıdadır. Sizə sübut eləmək üçün əllərimi qaldırmışam göyə. İndi rahat şəkildə mouse'dan hansı istəyirsənsə və yaxud da sağ, sol, yuxarı, aşağı düymələrlə idarə edə bilirsən. Alta basmağa ehtiyac yox. Belə. Misal üçün yenə bu qalsın dediyi ekranda. Qısacası bu aero funksiyaların biraz tənzimləmə hissəsi bu bölmədir. Bu hissədən də siz rahat şəkildə aero funksiyalarınızı tənzimləyə bilərsiniz. Oldu? Belə. Bunlar barəsində kitaba məlumat yazmışam. Oradan oxuyacaqsınız sözünüz. Sizə bu haqda başqa bir şey axtarım. Görüm nəsə tapa bilirəmsə sizə deyim. Burada da bax, sınaqla bağlı, yəni bu hissə ilə bağlı bəzi tənzimləmələr var. Rahat şəkildə özünüz tərcüməsini eləyin, oxuyun. Məsələn, alt tabın çox güman ki, işə yarayıb yaramaması ilə bağlı bir əmrdir. Oldu mu? Bu əmrləri də buradan tənzimləyə bilərsiniz. Yəni, deyirəm, kitabımıza bu hissənin şəklini atmışam. Orada məlumatlar oxuyub öyrənəcəksiniz. Bu belə. Artıq ayrı funksiyalarımızı da yekunlaşdırdıq. Məncə artıq bura qədər bir şey qalmayıb. Növbəti hissəmizdə biz sizinlə pəncərə növləri haqqında danışacağıq. Windows-ya basaq işimiz rahat olsun. Pəncərə növləri haqqında danışacağıq. Yəni pəncərənin hansı növləri var, hansı pəncərədə hansı işləri görürük. Bunları öyrənəcəyik. Çox da uzatmayacağıq əslində. Demək olar ki, dərsimizi yarılamışıq. Yəni pəncərə növlərini danışıb qutarandan sonra artıq çox da belə böyük bir hissəmiz qalmır. Çox güman ki, bundan sonra sadəcə 2 video izah izləyəcəksiniz. Onunla da dərsimiz yekunlaşmış olacaq. Belə. Yormayım. 40 dəqiqə kifayətdir, hətta daha çoxdur. Məncə burada kifayət eləyir. Saxlayarıq artıq video dərsi. Belə. Qısacası videonu bəyənin, paylaşın, öz dostlarınızla bölüşün, ürək yazın, ürək sözlərinizi deyin. Nəsə sualınız varsa qeyd eləyin, nəsə təklifiniz varsa, istəyiniz varsa onu da bildirin. Kitabın PDF-ni əldə etmək üçün, yəni deyirəm, kurs nömrələrimizi qeyd edəcəm, oraya yazarsınız, göndərərsiniz. Yəni yazı göndərərsiniz, nəsə mesaj göndərərsiniz, sizə kitabın PDF-ni atarlar. Kitabın dedikdə, yəni bu Windows 11 əməliyyat sistemimiz barəsində olan məlumatları. Əgər istəsəz sonra da test izahlarını da sizinlə birlikdə neylərik? Çəkərik, siz izahlarımıza da baxarsınız. Yəni testlərimizdən də faydalanarsınız. Belə. Nəsə sualınız olsa, rəy bölməsində qeyd edərsiniz. Bir dəfə də təkrar eləyək, bizim sınaq qruplarımız açılmışdı. Əgər istəsəz onlara da qoşula bilərsiniz. Yəni öz biliklərinizi möhkəmləndirmək istəyirsinizsə, mütləqdir ki, bu dərslərdən faydalanın. Həm imtahanınızın vaxtına az qalıb,
Sizin üçün yəni çox faydalı olacaq. Belə. Sağ olun. Növbəti video dərslərdə görüşmək ümidi ilə. Özünüzdən müğayət olun.